Uşaqlar salam, hər vaxtınız xeyir olsun. Deməli, danışmışdıq bu mövzudan. Bu mövzunun düşmə ehtimalı çox aşağıdır, yox səviyyəsində. 9-cu siniflərə ümumiyyətcə düşən deyil. 11-lərə də yenə deyirəm, yəni çox aşağı səviyyədə ehtimal var ki, düşər. Düşsə də çox sadə şəkildə. Bir də bu cümlələri bax bitişdirirlər bir-birinə. Bir də o şəkildə verirlər. 5 dənə cümlə deyir hansı düzdür. Onun inşallah növbəti dərs. Hamısı eyni şeydir, asan şeylərdir. Okey, getdik. 3 nöqtədən əvvəl 1. İsim gəldiyinə görə what səhvdir. İnsan olduğuna görə bacı qızı, qardaş qızı deməkdir. Niece. Bax, nice oxunmur. Niece. Which səhvdir. Tək olduğuna görə buradakı who kimə əvəzləyib? Niece. Nisbi əvəzlikdir də, əvəzlik nəyə əvəzliksə onda xəbərini götürür. Tək olduğuna görə cəm xəbər yox. Bizə nə lazımdır? Tək xəbər. E variant. Articles isimdir. Mən necə eləyirəm, mən necə yanaşıram, siz də elə yanaşın. What səhvdir. Burada who-hum vermədiyinə görə cansız insan söhbət eləmirəm. Cəm olduğuna görə tək xəbərləri çıxıram. Qalır nə? D variant. What-u da çıxdıq. Neighbor qonşu deməkdir. İsimdir. Ona görə what səhvdir. İnsandır. Ona görə which səhvdir. Təkdədir. Ona görə cəm xəbər səhvdir qalır A. Yəni, tək xəbər, cəm xəbər söhbət edəndə who, which, that-dən sonra gələ birbaşa xəbər gəlsin. Okay? Bu halda tək cəm söhbət eləyə bilirik. Something, nothing, anything, everything olanda that, which sarısın qalsız. Xəbər də nə? Təkdə. Seems. E variant. Those who seçirsiniz ya da whom. Whom yoxdur, who var. Those cəm olduğuna görə tək xəbər yox, cəm xəbər. B variantı. Yəni something that tək xəbər. Bunlar hamısı əvvəllər düşən qəbul sualları. Qəbul bir də sınaq. E variant. Lawyer isimdir. What səhvdir, insandır. Which səhvdir, köməkçi fe'l dediyi mübtədanın önünə keçməsi, mübtəda plus xəbər olsun. Yəni who, that, which özü mübtəda olar, problem deyil. Zamandır, gün deməkdir. Whenə odaqlanıram, what'u çıxardıram. Köməkçi fe'l mübtədanın önünə keçməz. İstəyir bu, istəyir tanrı budaq cümləsin. Qalır D variant. Newspapers isimdir. What səhvdir. Yer məkan deyil ya da köməkçi fe'l keçib qabağa. Zaman deyil ya da köməkçi fe'l keçib qabağa. Venlə də bitmiş zaman bilirsiniz ki, olmur. Newspapers cəmdədir. Which-in xəbər tək yox, cəm olmalıydı. Qalır E variant. People isimdir. What yoxdur, lap yaxşı. İnsandır. Which səhvdir, cəmdədir. Was səhvdir. Qalır 2-4 B variantı. Scientist isimdir, what səhvdir, insandır, which səhvdir, 1-4. Qəbula düşər məsələn bu, düşsə əgər. Asandır çünki. D variantı. Novels, romanlar isimdir, what səhvdir. Köməkçi və mübtədanın önünə keçib səhvdir. Cəmdədir, tək xəbər səhvdir, qalır C variantı. Suits, kostyumlar isimdir. What səhvdir, köməkçi fe'l mübtədasının önünə keçib səhvdir. Cəmdədir deyə which-in xəbəri cəm olmalıydı, tək yox, D variantı. Susan isimdir, what səhvdir. İnsandır, which səhvdir. Cəm xəbər. Amma Susan təkdədir. Yəni, wants olsaydı başqa məsələ. Qalır D. Whose da özünə sonra isim istəyir. Susan təkdədir deyə who ilə zaten xəbər tək olmalı idi. Cəmdədir deyə B ilə E variantı səhvdir. Something, nothing, anything. Mübtəda xəbər uzlaşmasını təzədən təkrarlayın. Present simple təzədən təkrarlayın. Mübtəda təkdə olanda onun xəbəri fe'l S olur. Yadda saxlayın. That. Təkdədir deyə mən də S verməliyəm. D variantı. Island. Həm yer məkandır və ya yoxdur. O zaman insan da deyil, zaman da deyil. Deməli, nədir bu? Həm də cansızdır. Belə düşünək. Hər halda, indi baxaq. Deməli, isim olduğuna görə what səhvdir. Bağlayıcı olmadığına görə, çünki nədir burada? Cansız da, which deyək ki, that.
Bu A-da var, C-də var. Tək olduğuna görə mənə də tək xəbər lazım. Yerləşir. Harda? Şimal-qərbində. C variant. Artist, rəssam deməkdir. İsimdir deyə WhatsApp-dir. İnsandır deyə which səhvdir. Köməkçi feil keçir mübtədanın önünə qalıb B variant. Deyə bilərsin, müəllim, burada niyə? Bəs bağlayıcı C eləməmişik. Çünki dərin məsələdir əslində. Yəni izah eləməyə ehtiyac yoxdur, düşmür. Sənin mənə haqqında yazdığın artist. Yəni bağlayıcı ehtiyac yoxdur. Boşluqdan istifadə edirik. Amma burada özü mübtada, burada verici bağlanan mübtadı olmalıdır ki, plus xəbər. Cümlənin mənası uyğun gəlsin. Ya, o dərinliyə getməyin. Törəmə, something, somebody falan yox. Something, nothing, everything olanda zət. Okay? Amma o da yoxdur. Düşüb. Fikir verin. Düşüb. Ona görə biz səhvlərdən girəcəyik. Köməkçi feil keçir mübtadanın önünə. Həm insan, həm cansız, həm something else, everything, həm vot olanda, zoz olanda votu biz nə edirik? Səhv çıxardırdıq. Which də verə bilmirdik, whom da verə bilmirdik. Nə qalıb bu? Bu da əslində zətdir. Hazır cümlə gəlib, onların istədiyi. Zəti düşmək olur. Yəni bunun üçün məktəbi oxumaq lazımdır. 10 və 11-ci sinif kitabda verilib, 10-cu sinif deyəsən. Kitabında verilibdir. Səhv eləmə, 10 ya 11. Zəhmət çəkin oxuyun, məktəb dərslərini oxuyun. Oxumadığınıza görə bu gəlsiz hazırlaşanda çətinlik çəkirsiniz. İsimdir, okey. Esi var. İndi isim olduğuna görə bu səhvdir. Esi də var deyə cəmdədir. Ona görə mənə tək xəbər lazım deyil. Cəm xəbər, C variantı. Yenə bu something, nothing falan filan görəndə nə olacaq? Zət axtaracağım, onda xəbəri təkdə olacaq. Bilmirəm, eyni test oldu yoxsa anlamadım bunu. Articles isimdir və cəmlədir. İsimdir deyə votu çıxardıram. Cəmlədir deyə tək xəbər çıxardıram. Qalır 1-4. Məsələn, 4 burada feili sifət yazılmış məqalələr. E variant. Films 2013-14-cü illərin 14-15. Belə deyək, suallar 14. İsim olduğuna görə vot səhvdir. Cəmdə olduğuna görə tək xəbər səhvdir. Burada da qalıb 1-3 nümayiş olunmuş, göstərilmiş filmlər. Those dedi, who, cəm xəbər. Who, cəm xəbər. Bu da qalıb E variantı. Yenə those, who, cəm xəbər. Whom da ola bilər, amma ondan sonra mübtada xəbər gəlmir. Yəni xəbər söhbət eləmirik. Hazır cümlə gəlir. D variantı. Road, isim olduğuna görə votu çıxardıram. Köməkçi feil keçir mübtadasının önünə. Qalıb 1-3. D variantı. Book, isim olduğuna görə votu çıxardıram. Köməkçi feil keçir mübtadasının önünə. Qalıb 1-3. A variantı. İsim olduğuna görə vot səhvdir. İnsan olduğuna görə which səhvdir. Köməkçi feil keçir mübtadasının önünə. C, E mənadan girəcəm. Deyir ki, sənin mənə haqqında danışdığın qız, sənin mənə haqqında danışıldığın qız. Yəni, o da məchul olmamalıdır. Bu şəkildə düşərmi? Düşməz. Məsələn, onu biraz, bu E variantını biraz da sadələşdirərlər ki, siz yaza biləsiniz. C variantı. Sənin mənə danışdığın qız, haqqında danışdığın qız. İndi keçirik 3 nöqtədən əvvəl insan cansız bu temalar olmayana. Want to know, ask, wonder-dan zət olmur. Bir də nə olmur? Bağlayıcısız variant. Sonra nə gəlir? Mübtada plus xəbər. Bu da xəbər mübtada gəlib. Amma bizə nə lazım? Mübtada plus xəbər lazım. Mübtada plus xəbər. Mübtada plus xəbər. Mübtada plus xəbər. Yəni buna, bu söz sırasına odaqlanmalıyıq. İçində 3-ü də çıxmışıq. Qalıb 1-4. Want to know, ask, wonder-dan zət işlənmir. İçini çıxdıq. Köməkçi və mübtadasının önünə keçməsin. Bizə mübtada plus xəbər lazımdır. Onsuz da qalıb 1-3. D variantı. Bax, bu qədər çəkirəm. Bu qədər, bax, yuxarıda siz saatı görmürsünüz, mən görürəm. Vaxt gedir. Yəni, bu qədər sizin üçün əziyyət çəkirik. Valideynləriniz ödəniş eləyir. Yəni, siz oxumursunuz. Hətta səhvlərinizə baxmırsınız. Baxanlar da 1-2 dənə testə baxır. Video izaha az baxırsınız. Deyirsən, baxsan, görüm nə qədər adam baxıb. Yəni, opşi hesablayırsan hamısınca bu qədər uşaq var. Amma baxış sayı azdır. Biri hələ 3 dəfə baxır, 2 dəfə baxarsa. Yəni, oxumursunuz. Adamın əməyini boşa sərf edirsiniz. Bu sözlər demək sizə nə qədər təsir edirsə bilmirəm. Mənə zaten çox təsir edirsiniz. İndiki gənclər bayağı təsir edir. Yəni, sonra durub deyirsiniz ki, müəllim belə, müəllim elə.
Əlinizin altında hər şey var. Allah hər cür nemətlə sizi təmin edir. Nemət təcə yeyilən, içilən şeylər deyil. Bunlar hamısı nemətdir. Heç nəyin qədrini bilməyəndə Allah da onu nə edir? Əlinizdən alır. Want to know responder-la zət olmur ki, variantı mən zət görmürəm. Lap yaxşı. Gəl baxaq. Köməkçi fel, köməkçi fel, köməkçi fel. Ki, hətta bu köməkçi dili modaldır. Götürüb modalı, yəni have to, has to, had to. To-dan ayırıbdır. Belə bir şey olmaz. While for olmaz. O zaman qalır A variantı. Are you'nun, can we'nin, will you'nun, does des'in qabağına keçib. Qalıb B variantı. Mübtəda xəbər uzlaşması lazım bizə. Köməkçi feil keçib mübtədanın önünə. Burada da keçib, burada da keçib. Yəni mübtəda the next bus, növbəti avtobus çatır. Söz sırası budur. C variantı düzdür. Amma niyə B səhvdir? Çünki xəbər keçib mübtədanın önünə. Mənə mübtəda plus xəbər lazımdır. I asked. Asked-dan bilirsiniz ki, zət olmur. Bağlayıcısı cümlə də olmur. Yəni E variantı da səhvdir. Köməkçi feildə keçib mübtədanın önünə qalır C variantı. Ask zətlə işləmir. Köməkçi feildə mübtədanın önünə keçib. B4 A variantı. Want to know zətlə işlənmir. Köməkçi və mübtədanın önünə keçdiyinə görə qalır B4 C variantı. Want to know zətlə işlənmir. Köməkçi və mübtədanın önünə keçib, köməkçi və mübtədanın önünə keçib, köməkçi və mübtədanın önünə keçib qalır A variantı. Köməkçi və mübtədanın önünə keçib, köməkçi və mübtədanın önünə keçib qalır 1-3 B variantı. Nə qədər asandırsa, birinci onu düşmə ehtimalı o qədər çoxdur. Əgər düşərsə. Çünki düşməyinə də şans vermirəm. Yenə də bəlkə də 1% düşmə şansı olar. 30'da 1 şəkildə məsələn. O da 1% eləmir təbii ki. Köməkçi və keçib mübtədanın önünə. Köməkçi və keçib mübtədanın önünə 1-3. Məsələn, bu düşər. Yəni atanam 37-ni bir varianta, 38-i bir variantı verərlər. Ask zət yoxdur, lap yox. Köməkçi feil. Köməkçi və keçibdir mübtədasının özünə. 3 variant getdi. Qalıram B yox, sorry. A C arasında. A'da da fikir verirsiniz. Did he yazıb. Köməkçi və yeni keçib mübtədanın önünə. Qalır C variantı. Bu şəkildə də düşər. Çünki asandır. Want to know, ask wonder-dan zət işlənmir. Köməkçi və keçib mübtədanın önünə. Yenə də 1-3 E variantı. Köməkçi və keçib mübtədanın önünə. Köməkçi və keçib mübtədanın önünə. Qalır 2-4 B variantı. Köməkçi və keçib mübtədaların önünə. At 5 o'clock bu şəkildə düşməz. Dəqiq saat, saat 5, sabah, dünən, birinci gün, ikinci gün, gələn ay, apreldə, mayda, filan il, ayın 5-i. Ya bu cür dəqiq tarixlərlə heç vaxt bitmiş zaman verməyin. Bitişdirəndə. Okay. Want to know zətlə olmayacaq. Köməkçi feil keçib mübtədalarının önünə. Vənlə də bitmiş zaman işlənmir. Ona görə qalır E variantı. Köməkçi feil keçib, hamısında köməkçi feil keçib mübtədalarının önünə B variantı. Köməkçi feil keçib mübtədasının önünə. If were, swing box. Hətta xəbər, no. Elə mübtəda budur, keçib. Okay. Would he, fikir verin, burada da keçib. Couldn't he, burada da keçib. Whenlə də bitmiş zaman olmalı, qalır C variantı. Has he. Bunların hamısını köməkçi və keçib mübtədanın önünə. Whenlə bitmiş zaman olmasın, qalır C variantı. Ask, tamam, zət yoxdur. Had I, whenlə bitmiş zaman işləmir, 1-3 B variantı. Görürsünüz, nə sadədir. Want to know, tamam, zət yoxdur. Did he, will he, does he. Hamısına köməkçi və keçib qabağa, yəni mübtədanın qabağına ya da mübtədasının qabağına qalır B variantı. Siz zaten bilirsiniz, I, you, we, you, they, he, she, it mübtədadır. Burada nə var? Were they. Burada da keçib. Ona görə 1-2-ni saxlayırıq A variantı. Can we
Did we? Have we? Hamısına keçib. When-lə bitmiş zaman. Fikir when-lər olan variantların əksəriyyətində bitmiş zaman verir. Qalıb B variantı. Want-un oynan zət olmur. Will the championship. Mübtəda sonra xəbər gəlir. Görürsünüz, keçib mübtədasının önünə. Burada da keçib, burada da keçib. Həm də bağlayıcı variantı deyəsəkdir. Qalıb B variantı. Keçib, 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 qalıb E variantı. Mübtəda sonra xəbər. When-lə bitmiş zaman verməyin. Köməkçi ver, köməkçi ver, köməkçi ver. Keçib mübtədanın önünə. Həm də when-lə yenə bitmiş zaman var. D variantı. Want to know. Köməkçi feil. Zət olmur want-un oynan. Is there, yoxsa there is olmalı, D variantı. What, köməkçi feil, köməkçi feil, köməkçi feil, köməkçi feil. Çift feil keçib mübtədaların önünə qalır, E variantı. Bax, bağlayıcını burada da verə bilər, gətir bunların qabağında da verə bilər. Fərq eləmir, köməkçi feil yenə mübtədanın önünə keçməsin. When-lə bitmiş zaman olmur, həm də köməkçi feil keçib mübtədanın önünə. Did, you, did, they, were, they. Hamısına köməkçi feil mübtədanın önünə keçib. Want-un as want-undan zət olmur. Are these children? Did they, köməkçi feil keçib mübtədanın önünə. When, bitmiş zamanla səhvdir, qalır E variantı. When, bitmiş zamanla səhvdir, həm də ki, has, keçib qabağa, does keçib, will keçib, did keçib, qalır D variantı. Məsələn, 58 ilə 55 düşər. Bir-birinin analogudur, rahat. Burada was he, köməkçi feil keçib mübtədanın önünə qalır 1-4. Did he, had he, köməkçi feil keçib mübtədanın önünə. Birinci cümlə keçmişdədirsə, mən indiki zaman seçə bilmərəm, qalır B variantı. Baxaq, did keçib, was keçib, would keçib. What said, xəbər keçib, mübtədanın qabağın. The other person, digər adam. Yəni, mübtəda budur. Xəbəri və köməkçi feili keçirməyək, qalır E variantı. Want-un oynan zəti verməyək. Will she, keçib qalır 1-3, B variantı. Ask, zəti verməyək. Did, mübtəda qabağına köməkçi feili olmasın, qalır 2-3, E variantı. Ask, zət olmasın. Does, zət verb, mübtədanın önünə keçib 1-4, A variantı. Is, keçib qabağa. Does keçib, did keçib, has keçib. Mənə qalıb B. Bax, want to know başqa şeydir, know başqa şeydir. Tamam, want to know ilə zəti verməyin. No ilə yox, əlaqəsi yoxdur. Nəysə, davam edək. Is, can, does, had. Mübtədaların önünə keçib qalır. There is. Yadda saxlayın, bu there is deranı öyrənin. Is there, are there, was there, were there keçib. Amma there is, there are, there was, there were. Yəni burada sual cümlələrin söz sırasını tətbiq eləmir. Hətta burada sual işarəsi olsa da belə. Burada da olsa fərq eləmir. Ask, zətlə vermə. When, bitmişlə vermə. Had, have, mübtədasının önünə keçib qalır. A variantı. Ask, zət var, var. Verməyək. When-lə bitmiş zaman verməyək. Had, keçib mübtədanın önünə. Whether, have keçib mübtədanın önünə qalır. B variantı. Is the earth, yoxsa mübtəda xəbər? The earth is olmalı. Keçib, 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 keçib. Hamısında earth mübtədadır. Earth sonra is olmalı. C variantı. Yəni xəbər mübtəda olmasın, köməkçi feil mübtəda olmasın. Has he, did he, why for, səhvdir. B-Y arasında qalanda diqqətli olun. Mübtəda üçün şəxsin təkindədirsə və ondan sonra sadə feili verirsənsə, feil həmişə S qəbul etməlidir arkadaşlar. Bunu yadda saxlayın. Qalır E variantı. What time, will keçib, xəbər keçib, did keçib, yadda saxlayın səhvdir. Mübtədasının önünə. The plane mübtədadır. Okay. İndi when, what time, how often, how long ago bitmiş zamanla işlənmir. Nə qalır? C variantı. Want-un oyla zət olmur. Does she, does mübtədasının önünə keçib. Was the letter, mübtədanın önünə. Did I, mübtədanın önünə keçib. Qalır C variantı. Az qalıb, səbirli olun. İndi buna baxaq. Who, the invitation. Did, had, was. Hamısında keçib
köməkçi fe'l keçir mübtədasının önünə, qalır nə? A variantı. İndi bura baxaq. That man bu mübtədadır. İndi onun qabağına köməkçi fe'l olmasın. Okay, xəbər olmasın. That man is selling. Mübtəda plus xəbər lazımdır bizə. Okay, mübtəda plus xəbər C variantı. İndi bura baxaq. Are they, do we, did I, köməkçi fe'l keçir mübtədanın önünə. When, bitmiş zaman, səhvdir qalır D variantı. What time, variantda yəqin ki bitmiş zaman var. Səhvdir. Did, will, does, keçir mübtədanın önünə. Qalacaq o zaman B variantı. Will, have, are, you'nun mübtədasının önünə keçib. When'lə bitmiş zaman olmur, qalır D variantı. Was I, had I, həm də when'lə bitmiş olmur. Nəysə, köməkçi fe'llər keçib mübtədanın önünə. İndi bura baxaq, askla da zət olmur, qalır C variantı. Son səhifə. Do you, did you, have you, are you, köməkçi fe'l keçib mübtədanın qabağına. Yəni, köməkçi fe'llər budur, qardaşlar və bacılar. Do, does, did, sual cümlələrində də keçmişik və s. və ilə axır. Zamanlarda da keçmişsiniz, bilməzsiniz. Will, would, am, is, are, bitmişlərdə, indiki bitmişdə have, has, keçmiş bitmişdə had və bütün modallar can, could, may, must, should, ought. Amma need, have to'dan başqa. Did'dəki sualda vermirlər. Askla zət olma variantda zət. O da does he, will he, köməkçi fe'llər keçib qabağa. Başqa nə qaldı? When'lə də bitmiş zaman olmur, qalır D variantı. Baxaq görək. When'lə bitmiş zaman olmur, həm də köməkçi fe'l keçib qabağa, yenə bitmiş olmur. Did, will keçib qabağa, qalır E variantı. When, bitmiş zamandan işlənmir, həm də has, mübtədasının önünə keçib, yəni köməkçi fe'l olaraq, did də keçib, will də keçib qalır B variantı. When and where, when var, yenə də bu səhvdir. Bitmiş səhvdir, köməkçi fe'l keçib qabağa, həm də bitmiş səhvdir. Did, I, was I, köməkçi fe'l keçib mübtədasının önünə. Did, happen, do, does, diddən sonra bilirsiniz ki, suallarda keçmiş mübtəda gəlmir. Was keçir mübtədasının önünə, when'lə bitmiş zaman işlənmir. Has keçir mübtədanın önünə, qalır D variantı və nəhayət when'lə bitmiş zaman olmur. Köməkçi fe'l keçir mübtədanın önünə. Bitmiş zamanları çıxaq, yenə də when'lə qalır D variantı. Əslində mən bunu eləyəm ki, düz olan. Nəysə, dimin gözündən baxarıq da biz. When'lə bitmiş zamanları çıxaq. Köməkçi fe'l mübtədasının önünə keçmir. Yəni, Dünya müharibəsi 2. Qalır E variantı. Askla zət, tamam, yaxşı. If the lecture has begun, aha, bura baxaq. When'lə bitmiş zaman olmur. Köməkçi fe'l keçir mübtədanın önünə. Qalır D variantı. Won't-un ilə zət olmur. Are keçir mübtədanın önünə. Did keçir mübtədanın önünə. When'lə bitmiş olmur, qalır D variantı. Have keçir mübtədanın önünə. Is there, yox, there is. Is keçir mübtədanın önünə. Must keçir mübtədanın önünə. Is keçir mübtədanın önünə, qalır E variantı və nəhayət could you'nun qabağına keçib, had you'nun qabağına keçib, həm də to'dan ayrılıb, səhvdir. Did he'nin qabağına keçib, did you'nun qabağına keçib, qalır B variantı. Belə, arkadaşlar, bu cümlələrin birləşməsi də var. Doğuldadır, təzədir. Onu inşallah növbəti dərsə hələlik sağ olun.